Qızım, şəhid ailələrinə həmişə hörmət eləməlidirlər. Maddi yox, mənəvi cəhətdən. Həmişə eləməlidirlər. Onları həmişə qızım yad eləyin. Şəhid ailələrini yad eləyənləri o dünyada Allah kömək eləyəcək. Şəhidlərin özü də kömək eləyəcək. Birinci şəhidin anasıdır, ikinci şəhiddir. Ona görə ki, şəhidi dünyaya gətirən qızım, boya başa çatdıran anadır. İnsanı qınayırlar bilmədən, nə yaşayır, nə çəkir, bəlkə xəstədir. Əl tutmaqdansa onu qınayırlar. Özünü onun yerinə qoy, onda bilərsən ki, o nələr çəkir. Şəhid ana ailələrinə çəkir. Ya Rəbbim, şəhid ailələrini pis insanlardan qoru. Bizi bu dünyada yandıranları o dünyada Allah yandıracaq. Acının tərifi olmaz. Onu bir yaşayan, bir də daşıyan bilərlər. Daşıyanlar bilərlər. O necə yaradır. Düşmənlərimə də arzu eləmirəm.